ədəbi dilin normalarına əməl etməliyik. Çünki bizim dilimizin sıradan çıxma ehtimalı var və gedir. Əgər həyatda nə isə qazanmaq istəyiriksə, biz həm gözəl səslə danışmalıyıq, həm də təmiz danışmalıyıq, dilimizi qorumalıyıq. Ən böyük dil daşıyıcıları yazıçılar və jurnalistlərdir. Bizim cəmiyyət elədiyimiz təsiri heç kim eləyə bilmir. Alınma sözlərin yanlış yazılışıdır, səhvdir. Məsələn, proyektdir, trenerdir, onlayndır. O ictimai məsuliyyət oxucu üçündür. Ciddi peşə məsuliyyəti olmalıdır insanda.